Dövlətləri Təşkilatına daxil olan ölkələrdən 4-ünün Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın Avropa İttifaqı ilə yaxınlaşması və Yunan Kiprinin müstəqilliyini tanımaq barədə qərarı hazırda gündəm mövzusu olan ən çox müzakirə edilən məsələlərdəndir. Aprelin 4-də Özbəkistanda keçirilən Orta Asiya və Avropa İttifaqı sammitində adı çəkilən 4 dövlət 12 milyard avro yatırım üçün BMT Təhlükəsizlik Şurasının Şimali Kipr Türk Respublikasının qurulmasını qınayan və Türk Kiprini tanımamağa çağıran 541 və 550 saylı qətnaməni qəbul ediblər. Həmçinin həmin dövlətlər Yunan Kiprinə səfir təyin etməyə başlayıblar. Belə ki, beynəlxalq aləmdə yalnız Türkiyə tərəfindən tanınan Şimali Kipr Türk Cümhuriyyətini BMT Təhlükəsizlik Şurası illegal adlandırır, Türkiyəni bölgədə işğalçı güc kimi görür. Türk Dövlətləri Təşkilatının üzvləri də sözügedən qətnamələri qəbul etməklə Türkiyəni işğalçı kimi qəbul etmiş olublar. Azərbaycan da Türk Dövlətləri Təşkilatının tam hüquqlu üzvlərindəndir və qeyd etdiyimiz Türk dövlətlərindən fərqli olaraq Şimali Kipr Türk Cümhuriyyətinə dəstəyini dəfələrlə bəyan edib. Elə bir neçə gün əvvəl Azərbaycan Diplomatiya Akademiyasında keçirilmiş beynəlxalq forumda Prezident İlham Əliyev bir daha bəyan etdi ki, Azərbaycan sonuna qədər Şimali Kiprin yanındadır. Dövlət başçımızın Şimali Kipr Türk Respublikasının prezidenti ilə görüşləri və göstərilən münasibət də göz önündədir. Azərbaycan Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qatılmasında mühüm rol oynayıb. Bunun necə baş verdiyini bilirsiniz. Çox təfərrüatlara varmaq istəmirəm, amma biz bunu fəal şəkildə müdafiə edənlərdən olduq. Prezident Tatar Şuşada təşkilatın qeyri-rəsmi zirvə görüşünə mənim tərəfimdən dəvət olunmuşdur və o Şimali Kipr bayrağı ilə bizimlə idi. Şimali Kiprirdəki qardaşlarımız arasında heç bir şübhə yoxdur ki, biz müstəqil ölkə qurulana qədər, sona qədər sizinlə olacağıq. Əlbəttə ki, beynəlxalq birlik tərəfindən tanınana qədər sizinləyik. Bəs maraqlıdır, Azərbaycan Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyini də tanıya bilərmi? Belə bir gözlənti nə dərəcədə realdır? Azərbaycan Şimali Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu Missiya TV-yə açıqlamasında bildirib ki, Azərbaycan digər Türk cümhuriyyətləri ilə müqayisədə uzun illərdir Şimali Kiprin ictimai-siyasi həyatında mövcuddur. Orxan Həsənoğlu hesab edir ki, qısa zamanda Azərbaycan Şimali Kipr Türk Respublikasının müstəqilliyini tanıyacaq, orada rəsmi nümayəndəliyini açacaq. Haqq diplomatiyası dediyimiz qarşılıqlı fəaliyyətlərimiz mövcuddur. Təsadüfi deyil ki, keçdiyimiz il Azərbaycan parlamentində Azərbaycan Şimali Kipr parlamentlərarası dostluq işçi qrupu yaradıldı. Və bu qrup yaradıldıqdan günümüzə qədər bir neçə dəfə Azərbaycan Kıbrıs Dostluq Cəmiyyətinin Şimali Kiprdə həyata keçirdiyi tədbirlərdə iştirak elədilər. Azərbaycan Şimali Kipr Dostluq Cəmiyyətinin sədri vurğulayıb ki, Türk Dövlətləri Təşkilatının üzvü olan qardaş ölkələrin bir çoxu dünyadakı müxtəlif beynəlxalq qurumlarda təmsil olunurlar və müstəqil dövlətlərdir. Onların istənilən ölkə ilə diplomatik münasibətlər qurmağı, qarşılıqlı əlaqələr yaratmağı təbii ki, bizim müzakirə eləyəcəyimiz məsələlər deyil. Ayrı ölkələrin vətəndaşı olaraq bizim müzakirə eləyəcəyimiz məsələlər deyil. Ancaq buna sadəcə dövlətlər arası münasibət kimi baxmaq lazım deyil. Çünki söhbət Türk dövlətlərinin, Türk Dövlətlər Təşkilatı kimi bir təşkilatın şəmsiyyəsi altında iş birliyindən gedir. Və atılmış olan bu addım, qəbul olunmuş bu 541-ci və 550-ci maddə birbaşa bizim qardaşlarımızın, qardaş ölkə Şimali Kiprin əleyhinə istifadə olunan, əleyhinə olan maddələrdir. Müsahibimizin sözlərinə görə bu qərarların qəbul edilməsi çox üzücüdür. Özbəkistan, Qazaxıstan, Qırğızıstan kimi ölkələrin bizi 12 milyard avroya satdıqlarını dilə gətirmək özümüzə qarşı da hörmətsizlikdir. Qəbul eləmək lazımdır ki, bugün dünyada Qazaxıstan uranyum sahəsində dünyanın bir nömrəli ölkəsidir. Özbəkistan iqtisadi, enerji siyasəti cəhətdən yenə çox ciddi bir ölkədir və onların büdcəsinə nəzər yetirdiyimizdə 12 milyar evroluq bir rəqəmə qarşılıq bizim birliyimizi satmaqlarını iddia etmək doğru deyil. Bu sahədə mən düşünürəm ki, səbirli olmaq lazımdır. Dünyada çox ciddi geosiyasi dəyişikliklər gedir.
Orxan Həsənoğlu qeyd edib ki, sözü gedən dəyişikliklər Kipr adasından da yan keçməyəcək. Kipr Türk tərəfi kimi tanınmayan bir dövlət olsa da dünyanın ayrılmaz parçasıdır. Şimali Aralıq dənizi dünyanın bütün gücləri tərəfindən ən çox strateji əhəmiyyətə malik coğrafi bölgədir. Ortada baş verən ciddi məsələlər var ki, buna sadəcə Kipr məsələsi kimi də baxmayaq. Ümumi Türk Dövlətləri Təşkilatının maraqlarından zidd bir addım kimi qiymətləndirmək lazımdır. Onu da nəzərə alaq ki, bölgədə Çin kimi böyük bir qüvvə, Rusiya kimi olduqca ciddi maraqları olan dövlət var. Görək növbəti günlərdə hadisələr necə irəliləyəcək, hər şey daha da aydın olacaq deyə müsahibimiz əlavə edib. Zərintac Mayıs qızı, Heydər Həsənli, Müsya TV.